Son günlər çox sayda suallar var ki, bəs Azərbaycanın quru sərhədləri fəaliyyətini tam bərpa edibmi? Sosial şəbəkələrdə Qırmızı Körpü gömrük sərhəd buraxılış məntəqəsindən vətəndaşların gediş-gəlişinin bərpa olunduğuna dair həm də paylaşımlar yer alır. Bəs həqiqətənmi quru sərhədlərdən vətəndaşların gediş-gəlişinə icazə verilir və ümumiyyətlə hansı halda vətəndaşlar quru sərhədlərdən istifadə edə bilərlər? Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən bildirilib ki, dövlət sərhədindəki buraxılış məntəqələri Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq fəaliyyət göstərir. Əcnəbilər ölkə ərazisinə gələn zaman yalnız hava yolundan istifadə etməlidirlər. Ölkə ərazisini tərk etdikləri zaman isə heç bir məhdudiyyət qoyulmur deyə məlumatda qeyd olunub. Xatırladım ki, Baş nazirin imzaladığı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında qərara əsasən koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə karantin rejiminin müddəti oktyabrın 1-i səhər saat 6-ya dək uzadılıb.